Bağçada bir iş olsaydı filan kəsdə işləyərdi. Uzun illər məktəbə qədər təhsil pilləsində bu məntiq işləyib. Artıq köhnə təfəkkürün dəyişmə vaxtı çoxdan gəlib çatıb. Turkistan az məlumat verir ki, bunu Xəzər xəbərə müsahibəsində Elm və Təhsil naziri Emin Əmrullayev qeyd edib. Nazir bildirib ki, təhsilin bu pilləsində dəyişikliklər olacaq. 3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni vaxtda bağçalarda çalışanların hər biri diagnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir. Hazırda bölgələrdə şagird sayı 10 nəfərdən az olan 10-dan çox məktəb var. Nazirin sözlərinə görə məhz bu problem səbəbindən bölgələrdə məktəblərin optimallaşdırılması həyata keçirilir. Məqsəd uşaqların normal təhsilə cəlb edilməsi və təhsilin keyfiyyətidir. Emin Əmrullayev deyib ki, şagirdlərin ünvana rahat çatması üçün məktəbli avtobusu layihəsinin həyata keçirilməsi planlaşdırılır. Ki qaldı paytaxtdakı məktəbli avtobusu layihəsinə Emin Əmrullayevin sözlərinə görə burada məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir. Yaxın vaxtda bunun təqdimatının olması planlaşdırılır.